Günlərdir şəhərin müxtəlif yerlərində qısa müddətli etiraz aksiyaları keçirən paytaxt sakinləri bugün birləşərək bir məkana toplaşıblar. Şəxsi avtomobillərindən taksi kimi istifadə edən sürücülər günorta saatlarında Nəqliyyat Nazirliyinin qarşısında icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Aksiyada 300-dən çox sürücü iştirak edib. Onlar Nəqliyyat Nazirliyinin sovet istehsalı olan maşınların taksi kimi fəaliyyət göstərməsinə qadağa qoyulmasına etiraz olaraq istefa şüarı səsləndiriblər. İştirakçıların istefa çağırışı səslənər-səslənməz polis aksiyaya müdaxilə etməyə başlayıb. Aksiyaçılara təzyiq göstərilib. Sürücülərdən bir neçə nəfər döyülüb. Bəziləri zorla polis maşınına yerləşdirilərək ərazidən uzaqlaşdırılıb. Bir neçə dəqiqədən sonra bir neçə aksiyaçı Nəqliyyat Nazirliyinin İctimaiyyət Əlaqələr Departamentinin rəhbəri Namiq Həsənovla görüşməyə razılaşıb. Nazirlikdən aksiyaçılara qadağa qərarının onlara aid olmadığı, yuxarıdan belə göstəriş aldıqları bildirilir. Sürücülərə qərara yenidən baxılacağı, bir neçə gündən sonra kütləvi informasiya vasitələrində əlavə məlumat veriləcəyi vəd edilib. Aya deyir mənə 2 gün vaxt verin, sizə radio vasitəsində, televiziya vasitəsində məlumat verəcəm. Amma bu qanun bizlik deyil, yuxarıdan göstəriş var deyil. Nami 50 milli maşın sürə bilənə 1 manata çörək alınmır. O sözü mən maaşla Nami 50 milli maşın alır. Axır sözü 2 gün vaxt verin, məlumat verəcəm. Ziyan oğlu orada 1 milyonu ayı kəstirib yiyir. Neylə yiyir? İyi kəstirin pullar verin. Qara millətə siz başlayın. 30 min ailənin müqəddəratı həll olur. Hər evdə 3-5 ailə var. Neynirəm mən o körpünü, neynirəm mən o yolu? Maaş yeri lazımdır. Qeyd edək ki, yanvarın 13-də Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi ilə birgə Bakı şəhərində reydlərə başlayıb. Sürücülərə lisenziyasız işləyən, həmçinin sovet istehsalı olan avtomobillərin taksi xidmətlərinə qadağa qoyulması barədə xəbərdarlıq edilib. Bildirilib ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərin avtomobillərinin buraxılışı 2007-ci ildən sonraki dövrə aid olmalıdır. İllər boyu çörəyi taksidən çıxanlar bu qərarla razılaşmayacaqlarını deyirlər. 22 ildə oturub bəs yerində, yığdı bəsində, çıxsın qoya təzəsi gəlsin yerinə. Çəkin də oranı da, çəkin ki görün. Bir nəfər çıxıb oradan bir nəfər şəxsi nümayəndə demir. Bu qədər onu xalq qoymayıb. Onu xalq qoymayıb. Vergi demir qardaş, ödəyir də heç kim vergidən yayınmır. Hamı vergisini ödəyir. Kim ödəmir? Hamı 50 manat pul alırlar. Heç kimdə dərdə durmur bunun axırı nə olacaq. Azərbaycanın maşını işləməlidir. Mən işləməliyəm. Mən çörək qazanmalıyam. Yapan maşını yok, Koreya maşını yok. Bizim yerli maşınlar işləməlidir. Biz neynə acıdan ölməliyik? Polislə də departament tökülür taksi şoförlərin üstünə pravanı, sənətini alır, tek pasportun. Hamısını alıb, orada gedəndə deyir 50 manat verim sənətlərini. Mən bir həftə bundan qabaq mənim 50 manat pulumu aldılar, mənim tek pasportundan pravamı qaytardılar, verdilər. Sədrəkdə dayanmışam, məni qovalayır. Qabamı kəsir ki 50 manat ver. Mənim pulum olsa mən taksi işləyərəm. Cəmaət bankdan maşın götürür, kredi taksi ilə dolanır. Acından ölüm, onda adam tutmasınlar da. Gedək oğurluq eləyir, onda bizi tutmasınlar. Neyini biz? Hara gedək, kimə deyək? Valla başqa dövlətlər götürür, bizi qəbul ilə çıxaq gedək, yaşamıyor bölgədə. Xalq kabab yemək istəmir. Heç bir nə istəmir. Bir dənə imkan versinlər xalqa, gecə ailəsi ilə kartol qızartmasın, yavan çörəyini heç olmasa duz çörəklə, bəlkə də şorla yesin. Xalq görünən vəziyyətdədir ki, bura yığışıb gəlib. Yığıncaq olanda həmən polisləri cəmaatın üstünə dubinka ilə göndərməsinlər. Biz haqqı bu xalqın nümayəndəsiyik. Biz qardaşıq. Qardaşı qardaşa döydürməsinlər.